universitetlərdə elə qəribə bir avtoritarizm hökm sürür ki, xüsusilə də bu ənənəvi universitetlərdə. Eşitdiklərim sadəcə daha çox Bakı Dövlət Universiteti, İqtisad Universiteti və digər biraz daha köklü universitetlərdədir ki, bu universitetlərdə iyerarxiyadır, müəyyən səviyyədə avtoritarizm çox ciddidir. Yəni adam sosial məsələlər üzrə dekan müavini təyin olunur və necəsə özündə haqq görür ki, bəlkə də ona belə tapşırılır ki, o işlədiyi mərtəbədə özünə bir avtoritarizm yaradır, özü bir diktator olmağa çalışır sanki. Əsas səbəblərindən biri cəzasızlıq mühiti və totalitarizmdir ki, vəzifəli şəxslər özünü tələbələrin üstündə bir hökmran kimi bir, yəni ixtiyar sərhədləri olmayan bir insan kimi təsəvvür edir və ən müxtəlif formalarda tələbələrlə davranmağa özlərini haqq bilirlər. Yəni mən də bunu 4 il Bakı Dövlət Universitetində oxuyanda dəfələrlə həm müşahidə etmişəm, həm də mənə də gəldiyəndən çox olub. Təkcə Kamal Abdulla məsələsi deyil, çox haqlısan ki, bütün kiçik avtoritetlərin öz səlahiyyətlərindən istifadə edərək ən zəif qruplara, xüsusilə tələbələrə zorakılıq eləmə məkanıdır bir növ həm də universitet. 2024-cü il üzrə Azərbaycanda akademik azadlığın indeks balı 0.163-dür. Bu 2023 ilə müqayisədə 0.197 azalma deməkdir. Dünya ortalaması 0.569-dur. 171 ölkənin məlumatları əsasında toplanır. Azərbaycanın tarixi maksimumu biraz belə çoxları üçün nostalji olacaq 1992-ci ilə aiddir. 0.266 olub onda. Hardasa o müstəqilliyin ilk illərindəki nisbi azadlığın belə vibe-ını hiss eləmək üçün bu data kifayətdir. Ən faciəvi tərəfi odur. Regional müqayisədə Gürcüstanda bu rəqəm 0.8-dir, Ermənistanda 0.7, hətta Rusiyada 0.2. Yəni Azərbaycan Rusiyadan belə bu baxımdan geri qalır və postsovet məkanında əslində ən ağır senzuraya malik mühitlərdən biridir. Bu kifayətdir anlayaq ki, belə bir mühitdə necə Kamal Abdulla yetişə bilər? Yəni akademik azadlıqların bu qədər boğulduğu bir mühitdə, bir məkanda əlbəttə ki, bir insanın çox asanlıqla diktatora çevrilməsi mümkündür.